Salam değerli izləyicilər, sizinlə mən siyasi bloger Elnur Aliyev'dim. Bir neçə gün bundan öncə Gəncədə vəhşicəsinə döyülərək öldürülən 18 yaşlı bir gəncin üstünü örtbasdır eləyib bu hakimiyyət. Bilmirəm polislərə pul baxımından nədənsə pul mu veriblər, rüşvət mi veriblər, bu söhbətin üstünü bağlamağa çalışdılar və dedilər ki, bu 18 yaşlı döyülərək, işgəncə verilərək öldürülən bu gənc özünü 5-ci mərtəbədən aşağı atıb intihar edib. Amma bu yalandır. Sizi dəvət edirəm mənim Telegram qrupum Müxalif Spam. Baxın, burada linki də var. Adını da yazmışam. Telegramda Müxalif Spam yazın, görəcəksiniz. Telegram qrupunda. Müxalif Spam. Ay dəyərli izləyicilər, ay gözəl Azərbaycan vətəndaşı. Bu Azərbaycan polisləri o qədər qəhbən balasıdır ki, cinayət işlərini pul qarşılığında üstünü örtbasdır edirlər. Girin o videoya bir dənə özünüz bir dənə baxın, görün. O döyülərək işgəncə verilib, yoxsa özünü 5-ci mərtəbədən atıb. Çox şərəfsiz polislər, siz Azərbaycan polisləri.